İyun ayının 15'ində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, səhər yağışın bir qədər intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 18-21, gündüz 26-29 dərəcə isti olacaq. Naxçıvanda sabah yağıntı ehtimalı yoxdur, lakin axşama doğru bəzi yerlərdə az yağış yağacaq. Temperatur 23-27 dərəcə isti gözlənilir. Azərbaycanın bir çox rayonlarında yağış yağacaq, ayrı-ayrı yerlərdə intensivləşəcək, şimşək çağacaq, dolu düşəcək. Bəzi dağ və dağlıq rayonlarda daha da güclənəcək. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 18-21, gündüz 28-32, dağlarda gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-28 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidməti avtomobil yollarındakı vəziyyətdə açıqlayıb. Bildirilib ki, iyunun 15-də ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrə qədər məhdudlaşacaq. Odur ki, sürücülər son dərəcə ehtiyatlı olmalı və ara məsafəsini qorumalıdırlar deyə açıqlamada bildirilib.